Mövsümlük turşular hər kəsin evində hazırlanır. Nə qədər ki, pomidorun mövsümü bitməyib, siz də göy pomidor turşusu hazırlaya bilərsiniz. Həm dadlı olur, həm də sərfəli olur. Pomidorları yaxşı yuduqdan sonra istəyə uyğun olaraq doğrayıram. Siz istəsəniz başqa bir alətlə də fiqurlu şəkildə doğraya bilərsiniz. Doğradığım pomidorları qaba əlavə edib, şirin biberləri 2 yerə bölüb iç hissəsini çıxardıram. Onları da doğramağa başlayıram. Əgər kanalda bu cür videolardan xəbərdar olmaq istəyirsinizsə, kanala like atıb abunə olmağı unutmayın. İndi isə keçək videonun davamına. Doğradığım pomidorlar üzərinə biberləri istəyə uyğun şəkildə doğrayıram. 1 ədəd acı biber istifadə etdim. Siz acı sevirsinizsə acını artıra bilərsiniz. Daha sonra isə üzəri üçün bir dəstə cəfəri istifadə edirəm. 5-6 diş sarımsaq və nanə doğrayıb bunların hər birini doğranmış tərəvəzlərin üzərinə əlavə edirəm. Bu isə boyana çubuğudur. Siz şüyüd çubuğu ilə də əvəz edə bilərsiniz. Bunların hər birini doğrayıb əlavə edirəm. 1 ədəd dəfnə yarpağından istifadə etdim. İstifadə etdikdən sonra üzərinə sarımsaqları da doğrayıram. 1 xörək qaşığı duz və yarım xörək qaşığı şəkər tozu əlavə edib yaxşı qarışdırıram. Qarışdırıb təxminən 1 saat gözlədirəm. 1 saatdan sonra görürsüz, bütün tərəvəzlər öz suyunu buraxıbdır. Siz istədiyiniz qaba yığa bilərsiniz. Mən kapron vedrəyə yığıram. Kapron vedrəyə yığdıqdan sonra üzərinə də qalan suyu əlavə edirəm. Bir həftənin tamamında turşumuz hazır olur. İzlədiyiniz üçün təşəkkür. Hələlik.